Değerli qonaqlar, hər vaxtınız xoş olsun. Bol. Neyse, morallık dərgisinin yerindən danışam, amma ola bilər məndən öncəki danışanlar, əziz dostlarımız kimi statiklərə dayanaraq söyləyə bilmiyorum, amma öz şəxsi təcrübəm urmulu olduğuma görə bizim Urmu şəhərində ya Batı Azərbaycanda bilirsiniz, Batı Azərbaycan tam İpək yolunun geçdiyi yerdə olunub. Bu İpək yolunun geçdiyi yer, ticari açıdan bunu baxsaq, bizə çox böyük mənfəətlər və qazanc qaynağı ola bilər. Ancaq bunu tam əksinə dini liderlər, ki İranın hakim olduğu dini liderlər, bunu çox belə zirənçlik, təngəşəngizə bunu bizim tam əleyhimizə işlədir. Necə ki, indi Batı Azərbaycan 4 şəhər sınırlardır. Və deməli, orada olan sınırlarda yaşayan, mərzlərdə yaşayan insanlar indi bu günlükcə türklər oradan biraz qovalanıb və Kürtlər yerləşdirir. Və indicə İpək yolunun təəssüf ki, doğudan, Asiyanın doğudan batıya qədər bu ticari yolda Kürtlərə qazanc qaynağı olmuşdur. Və Urmu şəhrin Kürtləşməsinə çox böyük kömək və yardımı toxunur. Məcazi iş yaratmaq və məcazi işdən gələn qazanc Urmuda yaşayan Türk ulusu üçün verdiyi bir xeyir yoxdur. Haradasa dövlət bir anlıq o sınırı qapısını bağlasa, orada insanlar altından ölür. Yəni, bugün mən şəxsi öz təcrübəmi deyirəm, bəlkə istatik yoxdur əlində, amar yoxdur. Amma belə deyə bilərəm ki, Urmuda normal bir işçi yoxdur. Urmu şəhrində ya əkinçidir, fərq çizgisinin ya aşağısındadır, ya çox aşırı hətta yuxarıdadır. Normal idarə bir işçisi, haradasa bir bazarda işləyən təbriz kimi deyil. Və bu, Urmunun indiki olduğu pozisyona görə, olduğu coğrafiya yerinə görədir ki, sınırlar arasında qaçaqla zaten çox gəlir qaynağı olub və buna əgər rejim bir anlıq kəssə, bölünəcək. Urmu gölündə ha belə qurudulması, bizim verimli torpaqların aradan getməsi, insanların köçməsi, o da başqa bir açıdan bizə zərər verirlər. Amma Kürtlər üçün orada dağda daşda bir yaşayan bir toplumdular, fərq eləməz. Həkin olmasının olur olmaq. O qaçaqla o həyatını sürdürəcək PKK-ya, PKK dəstək olacaq və öncədən bəlirlənmiş, Batıdan, İsraildən, Amerikadan müəyyənləşdirilmiş fərqlə də Urmu şəhrini peşə qoyuluz fərqləsinə ələ geçirir. Mən bu söhbət çox uzundur, çox başıca ağıtmayacağım, ancaq bu yerlər tartışılmayan bir konuydu. Yəni, qaçaq məsələsi, məcazi iş kanalları, bunları da gözdən geçirməli. Bir də ki, elə bilər, İpək yolunda qərar tapmışıq. Deməli, özümüzə çox böyük qazanc qaynağı var. Bunun verdiyi qazanc bizim maddi mədən ola bilər, nəft ola bilər, ya əkinçilikdən çox olmasa da onun qədər verə biləcəyi bir qazanc var. Hər də çox sağ olun, axşamınız xeyir olsun.